Bu gün sizlərə həmcins və qeyri-həmcins təyinlərin fərqləndirilməsini izah edəcəm. Amma izah etməzdən qabaq, əvvəlcə təyin anlayışı nədir? Bir ona qısa baxış ataq. Təyin cümlə üzvlərindən biridir. Necə, nə cür, hansı, neçə, nə qədər, neçənci suallarından birinə cavab verir. Yəni, biz bu suallara cavab verən istənilən sözü cümlədə təyin kimi qəbul edirik. Bəzi xüsusi məqamlar ki var, onlar da ayrı məsələ. Amma təyinlər bəs həmcins və qeyri-həmcins olmaqla iki yerə bölünərkən biz necə fərqləndirək ki, həmcinslik nə deməkdir, qeyri-həmcinslik nə deməkdir? Əvvəla mən belə bir cümlə yazıram. Məsələn qeyd edirəm ki, qırmızı şal. Biz burada təbii ki, qırmızı sözünə sual verərək bunun təyin olduğunu bilirik. Necə şal, qırmızı şal. Amma mən bura yazsam ki, qırmızı və sarı gül cümləsində. Necə gül? Qırmızı gül. Necə gül? Sarı gül. Biz burada qırmızı sözü də gül sözünə aid olduğunu görürük. Sarı sözünün də gül sözünə aid olduğunu görürük. Yəni burada həmcinslik var. Yəni ümumi başa salım, həmcinslik nə deməkdir? Eyni üzvlə bağlı olur. Necə ki, qırmızı gül eyni üzvə aid oldu. Sarı gül. Sarı da, qırmızı da gül mübtədasına aid oldu. Eyni üzvə aid oldu. Eyni suala cavab verir. Bəli, necə qırmızı? Sualını da yazıram. Necə sarı? Bunu da sualını yazdım. Bərabər hüquqludur. Yəni bu nədirsə, o birisi də ondandır. Yəni eyni suala cavab verib, ikisi də eyni üzvə aiddir. Yəni bunlar bərabər hüquqludur. Həm də arasında tabesizlik bağlayıcısı iştirak edir mütləq. Yəni bağlayıcıların növlərində var tabesizlik bağlayıcıları. Məsələn, mən bunu digər bağlayıcı ilə də verə bilərəm bu cümləni. Yaza bilərəm ki, həm qırmızı, həm də sarı gülləri sevirəm. Belə bir cümlə yazsam. Necə gülləri qırmızı, yenə də necə gülləri sarı. Yenə də hər ikisi gül tamamlığına aid oldu. Bu dəfə güllər sözü tamamlığa çevrildi. Yəni burada nə görürük biz? Həm də tabesizlik bağlayıcısında görürük. Yəni bunu belə yadda saxlayaq. Həmcins təyinlər arasında ya burada qeyd edirəm vergül qoyulmalıdır. Mütləq bunu yadda saxlayaq. Ya da tabesizlik bağlayıcısı. Yəni burada qeyd edirəm bağlayıcı. Onda məntiqlə belə bir şey çıxır. Deməli, əgər cümlədə biz təyin görürüksə, yanaşı ki, təyin görürüksə, onun arasında heç bir bağlayıcı vergül yoxdursa, deməli burada nə yaranacaq? Qeyri-həmcins təyinlər yaranacaq. Məsələn, cümlə yazıram burada. Qara eynəkli adam bizə yanaşdı cümləsində. Əvvəlcə təyinləri tapaq. Necə adam? Eynəkli adam. Necə adam? Qara adam. Qara eynəkli daha doğrusu. Biz burada görürük ki, eynəkli sözü adam mübtədasını izah edir. Çünki təyinin funksiyası izah etmək deməkdir. Necə adam? Eynəkli adam. Biz burada qara sözün adama aid eləmirik. Fikir verin, qara adam uyğun gəlirmi? Məsələn, biz belə etsək. Qara adam, eynəkli adam. Xeyr. Biz bunu buradan götürək. Yəni, eynəkli adam necə adam? Eynəkli təyinin yenidən başqa bir təyin izah edir. Bu, qara sözü eynək sözünü izah edir. Yəni, eynəyin qara olduğunu bizə çatdırmaq istəyir. Yəni, dediyim yəqin ki, aydın oldu. Necə adam eynəkli adam, necə eynəkli, qara eynəkli adam. Yəni, arasında heç bir tabeslik bağlayıcısı da yoxdur və yaxud da vergülcə yoxdur. Buna görə yanaşı gələrək, iki təyin yanaşı gələrək qeyri-həmcins təyini formalaşdırır. Məsələn, bunu başqa bir cümlələ də verə bilərik. Məsələn, qırmızı donlu qızı tanıyıram. Cümləni təhlil etsək, kimi tanıyıram? Məsələn, bütöv təhlil verək, xəbər, kimi qızı, hansı qızı?
donlu qızı. Hansı donlu qızı? Qırmızı donlu qızı. Yəni şagirdlər bəzən burada çaşır, yenə bayaq yuxarıda qeyd etdiyim kimi, hansı qızı donlu qızı, hansı qızı qırmızı qızı demək olmaz. Yəni bunu biz uyğunlaşdırsaq, don sözü qızı izah elədi, qırmızı sözü, yəni təyin isə don təyini yenidən izah etdi. Buna deyirlər təyinin təyini izah etməsi. Yəni biz tabelik əlaqəsində də bunu izah edirik. Yəni buna deyirlər yanaşma əlaqəsi. Yəni bu qədər. Yəqin ki, həmcins və qeyri-həmcins təyinləri başa düşdünüz.